Bəzən bir insana lazım olduğundan çox dəyər veririk. Varmı həyatınızda elə insanlar ki, lazım olduğundan çox dəyər vermişsiniz və bugün peşmansınız ki, mən zamanımı heyif ki, bu insana xərcləmişəm? Həyat səhvlərdən ibarətdir. Səhvlərdən, günahlardan, aldanmaqlardan ibarətdir bu həyat. Bütün bu şeylər sənə dərs olur. Bu həyat deyirlər, həyat məktəbdir. Bu həyat məktəbi budur. Yıxılacaqsan, duracaqsan, büdrəyəcəksən, büdrüyüb yeriməyi öyrənəcəksən. Aldadacaqlar səni, tanıyacaqsan, daha aldanmamağa çalışacaqsan. Xəyanət eləyəcəklər sənə. Onda artıq bundan sonra yol gedəcəyin adamların seçimində daha ehtiyatlı olacaqsan. Səni bir dəfə aldadıblarsa, sən də kimisə aldatmağa çalışırsansa, sən vicdanınla alverə gedirsən. Bu kiçiklikdir, bu xırdalıqdır, xırda hisslərlə yaşamaqdır. Sən işini gör və get. Sən yazını yaza-yaza get. O yolu sən get, orada daş da olacaq, kəsək də olacaq. Yollara çıxanlar olacaq, yolları kəsməyə sənə mane olanlar olacaqlar. Amma sənin bir hədəfin varsa, sən o hədəfə doğru gedəcəksən. Yaralanacaqsan, əziləcəksən, gedəcəksən. Bax, o zaman sənin həyatın və qazandıqların sənə qiymətli olacaq.